Ay başa dönüm, bilmirəm evi görsədim. Bilmirəm dağı görsədim. Bilmirəm dənizi görsədim. Mən sizə nə görsədim? Bu villaya xüsusi yol gəlir. Yəni bu villadan başqa bu yoldan heç kim istifadə eləmir və eləyə də bilməz. Çünki qonşusu olmayan bir villa təqdim edirəm sizə. Hörmətli izləyicilərim, bura birinci massivdir. Badamdar qəsəbəsinin dəniz mənzərəli, möhtəşəm ərazidə unikal bir villa təqdim edirəm sizə. Elə bil ki, Amerikadasan. Dağı yarıblar, 10 sot torpaq şimallayıb düzəldiblər və villanı 10 sot torpaqda tikib kupça alıblar. Və qayaların üstündə də Azərbaycan Türk bayrağını təsvir ediblər. Estetik görünüşlü bisetkamızın içərisindəyik. Bu heyva həyətdə ağaçdandır, dəyərli izləyicilər. Açılıb bağlanan aynəbənd və sarmaşıqlar da xüsusi bir dizayn verir ki, al əli və kitabı oxu da özün üçün. 2 maşınlıq qarajı var bağlı, həmçinin 6-7 maşını həyətdə saxlaya bilərsən və qarajdan da birbaşa qalxır gözətçinin, mühafizənin evinə. Burada remontu zadı qəşəng vəziyyətdədir. Orada bir ailə yaşayır, həyətə nəzarət eləyir. O gördüyünüz isə elektrik maşınlarına şarj alətidir. Hər varlığının birliyi 9-u var, onun üçün nəzərə tutulub. Həyətdən birbaşa mətbəxə giriş var, o cümlədən zala da giriş var. 2 girişi var villanın. Mən sizə mətbəx zonasını təqdim etmək üçün buradan giriş elədim. Geniş bir mətbəxdir, öz yerində adası, Bosch firmasının ümumiyyətlə markalardan soyuducuları, elektronikaları, evə lazım olan hər cür tavar, hər şey var da bu villanın içində, dəyərli izləyicilər. Və mən sizi dəvət edeyim zal otağına. Burada 9 metr hündürlüyündə bir tavan görürsünüz kaldırdanda. Asma lüstr, oturma zonası, TV zonası, istirahət üçün. Və burada birinci mərtəbədə yerləşir hamam otağı. Bundan əlavə də kadrdan gördüyünüz kimi bir yataq otağı. Buna həmişə mən bilsin nə deyirəm, papamama otağı. Çünki yaşlı adamlar biləkanla qalxmağı yaramır da, ayaqlarına duz olur falan. Allah hamıca can sağ versin. Bura papamama otağıdır. Hər villada olmazın olmazıdır. İkinci mərtəbədə xol hissəsi, 2 yataq otağı, 1 terası, bir də ümumi hamam otağı yerləşdiriblər proyektdə. Geniş qardirob otağı, tam rahat, komfort, hamam otağı. Burada elitar izləyicilərim demişkən, Mose Bedro otağıdır. Yataq otağı, qardirobu, daxilində hamam otağı. Bura 3-cü mərtəbə idman otağı, istirahət, yəni hər bir kəsin belə bir otağı olmalıdır, dəyərli izləyicilər. Təngəfəs oldum. Oturmaq yeri, televizor, moydadırı, özün üçün relaks tim eləyirsən. Burada tenisi və quruşası. Bundan əlavə möhtəşəm mənzərəsi və sizə bir dənə sürprizim daha var ki, bir dənə teras var burada. İdmandan sonra qoysan qabağa, kofe, partlayışdır da, yəni bir dənə baxaq. Yaşamaq belə bir şey, dəyərli izləyicilər. Allah hamımıza qismət eləsin. Bu villa, bilirəm, pullu izləyicilərin baxan kimi zəng vuracaqlar mənə. Yəni, qalan villa deyil də. Bu qiymətə, bu ərazidə milyon yarıma, yəni, belə deyək ki, havayıdır. Sözün əsl mənasında havayıdır. Dəyərli izləyicilərim, villanın tam sənədi kupçadır. Mən burada oturub sizin yolunuzu gözləyirəm. Heç ara getmirəm. Milyon yarıma satılır. Bu qiymətə, bu ərazidə belə bir ev bilirsiniz ki, yoxdur. Durun, gəlin, Allah xeyrinizi versin hər iki bizə də. Çay su sizi gözləyirəm.